Bismillah. Demək bugün sənin ad günündür. Yəqin indi deyirsən, Vahid nə xəsis adamdır. Bir neçə almanı uşaqlara çox gördü. Əslində mən xəsis deyiləm, tənhayam. Bu kənddə heç kəsim yoxdur. Bircə şəhərdə yaşayan oğlum və nəvəm var. Onları da düz 1 ildir ki görmürəm. İstəyirdim bu meyvələri satıb, özümə yol pulu düzəldim. Bir neçə gün onlarda qalım. Oğlumla, nəvəmlə vaxt keçirim. Məni başa düşərsən. Axı, sən də neçə əsrdir ki tənhasan. Mənim yeni ailəmdən kimsə var. Amma səni